hansı rayonda yaşadıq? Qısa sujetimiz var, izləyək. Gördüyünüz bax bu balaca tövlədə, bu balaca komada illərdir ki pərvanə saxlanılır. Kızım, Pərvanə, necəsən? Yaxşısan? Pərvanə, sən burada yatırsan? Hə? Burada qalırsan sən? Neçə yaşın var Pərvanə? 21. Əziz tamaşaçılar, bu dəhşətli bir faktı məncə sözün bitdiyi an sabah Şəfiqdən Ağayla sizi görmək istəyirəm. Mən Elnur müəllim də, psixologumuz da buradadır, o cümlədən Mehriban Zeynalova. Sizi burada görmək istəyirəm, çünki sabah dəhşətli bir faciəni biz burada açacağıq. Nə olacaq sonrası? O atasının cəzası nə olacaq? 8 il zəncirlənən o qızın taleyi nə olacaq? Sabah izləyəcəksiniz ailənizin kanalında. Hələlik.